Rəsmi sexin görüntüsü altında pərdələyib. Əməliyyat görüntülərini təqdim edirik. Mütəşəkkil dəstə üzvlərinin həbsindən əvvəl məhkəmə qərarı ilə onların cinayətkar əməlləri lentə alınıb. Əldə olunan görüntülərdən də aydın olur ki, heyvan kəsimi məntəqəsi görüntüsü altında fəaliyyət göstərən sexdə əslində qidaya yararsız ölü at və iri buynuzlu heyvanlar kəsilir və satışa çıxarılır. Cinayətkar dəstənin əməlləri barədə sübutlar toplanandan sonra onların saxlanılması üçün Baş İdarə əməkdaşları xüsusi əməliyyat tədbirləri həyata keçirib. Qeyd edim ki, mütəşəkkil dəstənin kəsim sexi Biləsuvar rayon ərazisində yerləşdiyindən əməliyyat da orada baş tutub. Kəsim sexinə gələn polis əməkdaşları məntəqəyə darvazanı aşaraq daxil olublar. Bu zaman onların qarşısına bir cavan oğlan çıxıb. Polisləri görən həmin şəxs və sexdə olan daha bir nəfər arxa qapıdan çıxaraq qaçmağa başlayıblar. Lakin uzağa gedə bilməyiblər. Toplanmış materiallar əsasında müəyyən edilib ki, Biləsuvar rayon sakini Mirzə Abbasovun rəhbərlik etdiyi dəstə ölmüş at və iri buynuzlu mal ətlərinin Respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, emalı və satışı ilə məşğul olub. Bu məqsədlə o İmişli, Cəlilabad, Salyan və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus Biləsuvar rayonu Çaylı kəndi ərazisində yerləşən fermada toplayıb. Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at əti sümüklərindən ayrılandan sonra mal əti adı ilə Mirzə Abbasov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif iaşə obyektlərinə satılıb. Fermaya baxış zamanı oradan mənşəyə məlum olmayan 4 tondan artıq ət aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib. Faktla bağlı Baş İdarədə mütəşəkkil cinayətkar dəstənin başçısı Mirzə Abbasov, oğlu Elmar Abbaszadə və Biləsuvar rayon sakini Əmrah Muradov barəsində cinayət işi başlanılıb. Mirzə Abbasovun yararsız ətləri satdığı iaşə obyektlərinin sahiblərinin də müəyyən edilərək saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Həmin hərəkətə görə Cinayət Məcəlləmizin 200-cü maddəsi cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Həmin maddənin məzmunundan görünür ki, istehlakçıları aldatmaq və keyfiyyətsiz məhsul istehsal etmək və satmağa görə hətta ağırlaşdırıcı hallarda nəticəsindən asılı olaraq 7 ilə qədər azadlıqdan